Salam uşaqlar, bugünkü mövzumuz atomun quruluşudur. Öncə başlayaq ki, atom nədir? Atom müsbət yüklü nüvə və onun ətrafında energetik səviyyələrdə dövr edən elektronlardan ibarət elektroneytral hissəcikdir. Dedik ki, atom müsbət yüklü nüvə. Bu nüvədir və onun ətrafında müəyyən təbəqələrdə dövr edən elektronlar. Nüvə özü də proton və neytron adlanan kiçik zərrəciklərdən ibarətdir. Proton P hərfi ilə, neytron isə N hərfi ilə işarə olunur. Hər bir zərrəciyin protonun, neytronun, elektronun öz kütləsi və yükü mövcuddur. Baxın, buraya yazıram yüklər, burada yazıram kütlələr. Proton bizim müsbət yüklü zərrəciyimizdir. Neytron yüksüz, elektron isə mənfi yüklü zərrəciyimizdir. Kütləyə gəldikdə isə bu hissəciklərin kütlələri AKV deyilən vahidlə ifadə olunur. AKV. AKV nədir? Atom kütlə vahidi. 1 AKV 1,66 vurulsun 10 üstü mənfi 24 qrama bərabərdir. Biz nə deyəndə ki, protonun kütləsi, deyirik protonun kütləsi 1 AKV-dir. Neytronun kütləsi də 1 AKV-dir. Elektronun kütləsi isə bu 1-dən təxminən 1836 dəfə kiçikdir. Və bu da sıfıra yaxın rəqəm olduğuna görə deyirik təxminən elektronun kütləsi 0 AKV-dir. Qram yox AKV. Uşaqlar, sizdən soruşsalar ki, deməli, atom hansı hissəciklərdən ibarətdir? Onda həm proton, həm neytron, həm elektron deyəcəksiniz. Soruşulsa ki, nüvə hansı hissəciklərdən ibarətdir? Onda deyəcəksiniz protonla neytron. İndi biz dedik ki, atom müsbət yüklü nüvədən. Yaxşı, indi sual çıxır. Niyə nüvə müsbət yüklüdür? Nüvəyə o müsbət yükü verən hansı hissəcikdir? Nüvənin içində protonla neytron var, düzdür? Protonun yükü yoxdur. Daha doğrusu üzr istəyirəm, neytronun yükü yoxdur. Protonun yükü isə müsbət yüklüdür. Deməli, nüvəyə müsbət yükü verən zərrəcik elə protonun özüdür. Aydındır? Hər bir neytral atomda nüvədə neçə proton varsa, nüvənin ətrafında fırlanan elektronların sayı da həmin qədər olur. Yəni, proton sayı elektron sayına bərabər olur. Məsələn, bizim nüvəmizin mərkəzində 9 dənə proton fırlanırsa, bunun ətrafında da deməli 9 dənə müxtəlif elektronlar müəyyən təbəqələrdə fırlanacaqlar. Aydındır? Deməli, neytral atomda protonlar elektronlara bərabər olur. Uşaqlar, bizim atomumuzun proton sayı bizə elektron sayını verməklə yanaşı, neytral haldakı, eyni zamanda elementin dövrü sistemdəki sıra nömrəsində göstərir. Bundan başqa bizə elementin atomunun nüvənin yükünü də bildirir. Necə? Məsələn, deyirəm ki, bir elementin 8 protonu var. Bu deməkdir ki, onun 8 dənə neytral halda elektronu var. Və bu deməkdir ki, onun dövrü sistemdəki sıra nömrəsi 8-dir. Nüvə yükünə gəldikdə, nüvəyə yükü verən proton olduğuna görə, deməli, bunun nüvəsinin yükü də müsbət 8-ə bərabərdir. Aydındır? Protonla elektronların sayı bir-birinə bərabər olduğuna görə, biz nüvəyə daha doğrusu üzrəm, atoma elektroneytral hissəcik deyirik. Elektroneytral. Hər bir elementdə, tutalım ki, X elementində, protonun, elektronun, neytronun özlərinə məxsus yerlər var və bu yerlər dəyişməzdir. Bizim elementimizdə yuxarıda bir air adlanan ifadə görəcəyik. Air nədir? Air nisbi atom kütləsidir. Nisbi atom kütləsi. Bunu bəzi testlərdə sadəcə A hərfi ilə ifadə olunmuş formada görə bilərsiniz. Bu isə bizə kütlə ədədini ifadə edəcək. Kütlə ədədi. Yəni, ikisi də nəzərə alaraq eyni ifadəni. Air, yəni nisbi atom kütləsi, atomun protonu ilə neytronunun cəmlə bərabərdir. Məsələn, X atomu 15 protonu, 16 neytronu varsa, mən deyəndə ki, bunun nisbi atom kütləsi neçədir? Protonla neytronu toplayıb, 16 ilə 15 toplayıb, deyəcək 31. Və 31-in yeri yuxarı hissədə yazılacaq. Sol, yuxarı küncdə. Aydındır? Şuralar, bəzi zərrəciklər var ki,
Onlarda proton sayı bərabər olur. Elə zərrəcik var ki, onun elektron sayı bərabər olur. Eləsi var neytronu, eləsi var nisbi atom kütləsi. Və biz bunların hərəsinə özünü ad vermişik. Birinci adımız izotopdur. Baxın, adından da göründüyü kimi, axırına baxın, P. Deməli, bu nəyi bərabər olan elementlərdir? Protonları bərabər olan. Ola bilər görəsiz, izoton, nəyə bərabər olmalıdır? Neytronu bərabər olanlar. Ola bilər görəsiz, izoelektron. Nəyi bərabər olanlar olacaq? Elektronu bərabər olanlar. Ola bilər də görəsiz, izobar. Nəyi bərabər olanlar? Ayrı, yəni nisbi atom kütləsi bərabər olan atomlardan danışılır. Biz izotopları öyrənəndə hidrogenin izotoplarını nümunə göstəririk buna. Hidrogenin 3 izotopu bilinir. Birinci izotop hidrogen 1,1 izotopudur. Biz buna deyirik protium. İkinci hidrogenin izotopu 2,1 izotopudur. Buna deyirik deuterium. Digər izotop isə hidrogen 3,1 izotopudur. Buna isə rusca 3 neçədir? Tritium deyirik. Baxın, üçünün də nəyləri bərabərdir? Protonları 1-dir. Düzdür, nisbi atom kütlələri fərqlidir. Neytronlar, məsələn, bunda 0 neytron olacaq, bunda 1 neytron, burada 2 neytron. Neytron sayıları fərqlidir, amma protonları bərabər olduğuna görə biz bunlara izotop atomlar deyirik. Yəni, hidrogenin izotopları deyilir. Aydındırmı bu hissəsi? Ümid edirəm ki, aydın oldu. Uşaqlar, dedik ki, istənilən atomda protonun yerini göstərdik, neytronun yerini, elektronun yerini, bir də ayrın yerini göstərdik. Bizim sağ yuxarı küncümüzdə bir ionun yükü ifadəsi olacaq. İonun yükü. Yaxşı. Təzə ifadə çıxdı ortaya. İon. İon nədir ki, uşaqlar? Gəlin, izah edək ion nə olduğunu. İon. Uşaqlar, baxın, biz dedik neytral atomda proton sayı elektron sayına bərabər olur. Düzdür? Əgər atom hər hansısa başqa bir atomla reaksiyaya girərkən ona öz elektronlarından verərsə və yaxud ondan özünə elektron alarsa, bu zaman çevrildiyi zərrəciyə ion deyilir. Yəni, qısaca, atom elektron aldıqda və ya verdikdə çevrilən zərrəcik olur ion. Tamam mı? İndi nəyə fikir verin? Atom iona çevrilən zaman onun proton və neytron sayında dəyişikliyi olmur. Yalnız elektron sayında dəyişikliyi ola bilər. Çünki proton və neytron nüvənin mərkəzindədir. Fərz edin ki, nüvə onların bir qoruyucu qalxanıdır. Oradan alış-veriş eləyə bilmir. Ona görə kənardakılarını, yəni elektronlarını verir. Uşaqlar, ionlar iki cür olur. Əgər atom elektronunu verirsə, bu zaman elektronları azalır, protonları çox olur və biz buna deyirik müsbət yüklü zərrəcik. Elmi ad olaraq deyirik kation. Yox, əgər elektron alırsa, bu zaman elektronlar, yəni mənfilər çox olur və yükü mənfi adlanır. Elmi adına da deyirik anion. Tamam mı? Baxın, məsələn, X elementi 10-cu elementdir. 10 yazmayaq da, bu biraz yaxşı olmadı. 10-cu element tərsiz qazdı. X elementi 11-ci elementdir. Deyirəm ki, bu 11-ci element bir elektron verdi. Bir elektron verdi. İyonun yükünü tap. İyonun yükünü tap. Özünüz birinci fikirləşin, tapın, sonra mən izahından yoxlayın. Bax, bura 11 yazmışam. Bu nə deməkdir? Yəni, bunun 11-nə protonu var. Proton sayı elektron sayına bərabər olduğuna görə neytral halda 11 dənə də elektron olmalıdır. İndi bu bir dənə elektron verdi. Çıx bir dənə elektron. Neçə elektronu qaldı? 10 elektron. Düzdür? İndi baxın. 10 elektron. Mən baxıram, 11 protonu var. Proton necə yüklü hissəcikdir? Müsbət. 10 dənə də elektronu var. Elektron mənfi yüklü. Hansı çoxdur? Proton çoxdur. Deməli, bu ionun yükü müsbət olacaq. Neçə dənə çoxdur? Proton elektrondan bir dənə. Deməli, müsbət 1, bir də heç vaxt yazılmır. Elektronun yerinə də yazıram 10. Aydındır. Məsələn, deyirəm ki, X elementi 16-cı elementdir. 2 elektron aldı. İyonun yükünü tap. İyonun yükünü tap.
Baxın indi. 16-dırsa bu deməkdir ki, buranın protonun yeridir. 16 protonu var neytral halda, 16 dənə də elektronu var. İndi 2 dənə də alıbsa neçə elektron olmalıdır? Üstəgəl 2 elektron, 18 elektron, düzdür? İndi baxaq. Proton çoxdur, yoxsa elektron? Elektron necə yüklü hissəcikdir? Mənfi yüklü hissəcikdir. Neçə dənə çoxdur bu elektron? 2 dənə. Deməli 2 mənfi olacaq yükümüz. Elektronun sayında aşağı hissəyə bura qeyd edirik. Aydındır. İndi gəlin bir neçə nümunə üstündə bunu möhkəmləndirək. Baxın, K elementi, kalium elementi. Plus bura 18 yazıram. 20. Buradan sizdən həm mən ayrı istəyirəm, həm də proton sayını istəyirəm. Aydındır. Baxın indi uşaqlar. Bunun bu deməkdir ki, 18 ədəd elektronu var. Yükünə baxın, müsbətdir. Neçə müsbət neçədir? 1-dir. Bu deməkdir ki, bunun müsbətləri bir vahid çoxdur. İndi 18-dən də bir vahid çox olanda neçə eləyir? 19 eləyir. Deməli, proton sayı 19-dur. Neytron sayı neçədir? Baxın, yazılıb orada 20. Onda ayrı tapa bilərik biz. 19, o da 20, 39. Yaxşı. Bir başqasını yazıram. Azot atomu 14, neytron sayını verəm 7. Bura 10 yazıram və ionun yükünü istəyirəm. İonun yükünü. Eyni zamanda sizdən istəyirəm proton sayını. Baxın uşaqlar, bura kimin yeridir? Aerin yeri. Bura neytronun yeri, burada protonun yeri. Düzdür? Biz bilirik ki, protonu tapmaq üçün aerdən neytronu çıxılsın neytron. Çıxmaq lazımdır neytronu. İndi aer 14'dür, neytron da 7'dir. Neçə qalır proton sayına? 7. Burana gətirib yazıram 7. Bax, bura yazacağım 7. 7 ilə protonu var deməli bunun. İndi baxın. 7 protonu var. Elektron neçə dənədir? 10 dənə elektronu var. Hansı çoxdur? Elektron. Deməli ionun yükü necə olmalıdır? Mənfi. Çünki elektron mənfi yüklü hissəcikdir. Çoxluq mənfidədir. Neçə dənə çoxdur? 3 dənə. Deməli buranın ionun yükü 3 mənfi olacaq. Tamam mı? Yaxşı. İndi belə bir suallar gəlir. Dimdə. Məsələn deyir ki, pH3 molekulunda neytron sayını hesablayın. Neytron sayını hesabla. Burada yazır P31 15. Bir də yazır hidrogen 1 Baxın indi düzəltək. 3 pH3 molekulunda neytron sayını hesablamaq üçün biz nə etməliyik? Fosfor atomunda da, hidrogen atomunda ayrı-ayrı neytronları tapmalıyıq. Gəlirəm burada hesablayıram. Neytron sayını tapmaq üçün 31-dən 15-i çıxıram. Buraya bir 16 neytron. Hidrogende isə 1 çıx 1, neytron 0-dır. Deməli, burada hidrogenin neytronu 0 saydadır, yoxdur. Fosforun neçə neytronu var? 16 dənə. Plus 16. 16 plus 0-da neçə eləyəcək? Elə 16 eləyəcək. Və yaxud elektron sayını tapmaq istəyəcək. Deyəcək SO2 2 mənfi. Məsələn, və yaxud SO3 2 mənfi. Burada deyəcək elektron sayını tap. Elektron sayını tap. Və bunu gəl SO4 eləyək daha normal olsun bir dəqiqə. SO4 2 mənfi. Baxın elə. Burada yazılır kükürt 16, oksigen də 8. Uşaqlar nə edirsiniz? Bu 2 mənfi ifadəsi var ha. Bu ayrı-ayrılıqda baxmırsınız. Yəni bir dəfə kükürt üçün, bir dəfə oksigen üçün və yaxud sırf oksigen üçün. Bunu ümumi molekulun baxırsınız. Yəni SO4 üçün baxırsınız. Baxın, neçə SO4 var? 1 dənə. Bu SO4-ün neçə elektronu var? 16 dənə. Yazıram 1 vurulsun 16. Üstəcə. Üstəyə. Oksigenin bir ədədinin 8 elektronu var. Bizim neçə dənə oksigenimiz var? 4 dənə. Deməli, mən bunun elektron sayını tapmaq üçün 4'ü cəmi vurmalıyam 8'e. Eləməli də 32. Düzdür? Yazıram burada 4 vurulsun 8. Çünki 4 dənə oksigen var və biri 8'dir. İndi baxın. Bu vurma biraz pis oldu, neysə. 2 mənfi. Uşaqlar, 2 mənfi nə deməkdir? Yəni elektronlar 2 ədəd çoxdur. Mənfilər çoxdur. Onda mən bu məna gəlir ki, bu element 2 dənə elektron alıb, düzdür? Onda bunun üzərinə yazıram üstəcəl 2 dənə elektron. Yaxşı, mənfi olanda toplama işarəsi.
Bərabərini hesablayın. 16 üstəgəl 4 vur 8 32 üstəyənsin 2. Nə qədər edir? 16, o da 34. Cəm elədi mi 50. Deməli sualımızın cavabı 50-dir. Bu tip suallar çox gəlir. Tamam. Keçmək istəyirəm dövrü sistem haqqında biraz danışmağa. Dövrü sistemi bizim dövrü sistemimizi Dmitri Ivanoviç Mendeleyev sıralayıb. Və hal-hazırda sizin bu kitablarda sizin öyrəndiyiniz dövr sistemində 110 element yerləşdirilib. Amma əslində 118 dənəsi hal-hazırda yeni dərsliklərdə istifadə olunur. Amma sizin üçün hələ 110-dur. Və bu Mendeleyev bu elementləri sual gəlir ki, nəyə əsasən sıralayıb? Onların proton sayını, başqa cür desək, nüvə yüklərinin artma ardıcıllığına görə düzülmüşdür Mendeleyev. Uşaqlar, əgər kənardan dızıltı səsi gəlirsə, ona görə üzrlü sayın. Çünki çöldə iş gedir və o səs bura yansıya bilər. Deməli, Mendeleyev 110 kimyəvi elementi nüvə yüklərini, yəni proton sayının artma ardıcıllığına görə düzüb. Və bu 110 elementi o 7 dövr 8 qrupda yerləşdirilmişdir. Nədir dövr? Bəs nədir qrup? Uşaqlar, qruplar yuxarıdan aşağı doğru düzülmüş sıralardır. Və bu qruplarımız bizim 8 ədəddir. Qruplar 2 yerə bölünür. A və B. A-ya deyirik əsas yarım qruplar, B-yə deyirik əlavə yarım qruplar. Dövrü sistemdə qırmızı və sarı rəngdə verilənlər əsas yarım qruplardır. Mavi rəngdə gördükləriniz isə əlavə yarım qruplardır. Aydındır? Eyni zamanda əlavə yarım qruplara lantanoidlər və aktinoidlər də aiddir. Dövrlər isə soldan sağa üfüqi xəttlər üzrə düzülmüşdülər. Dövrlər 7 ədəddir və bu dövrlər 3 qrupa bölünürlər. Tamam mı? Kiçik dövrlər, böyük dövrlər və natamam dövrlər. Kiçik dövrlər, belə orada ilə yadda saxlasınız, element sayı az olanlardır. Baxın, birinci dövr, ikinci dövr və bir xətt üzrə gedir. Və üçüncü dövrlər. 4, 5, 6-cı dövrlər böyük dövrlər. Çünki 2 cərgədən ibarətdir. Bax, bir dördüncü dövr budur. 5-ci dövr budur, 6-cı dövr də budur. 7-ci dövrə isə natamam dövr deyirik. Belə yadda saxlayın ki, natamamdır, yəni tamamlanmayıb, nə vaxtsa element kəşf olunsa onun ardına yazacaqlar. Buna görə natamam deyirlər. Uşaqlar, dövrlər birinci dövr istisna olmaqla qələvi metalla başlayıb təsirsiz qazla bitir. Bir də birinci dövrdür ki, hidrogenlə başlayır. Gəlin buna baxaq. Dedik, qələvi metalla başlayıb təsirsiz qazla bitir. Qələvi metala baxın. Nəylə başladı? Litiumdan. İkinci dövr nəylə bitdi? Neonla. Görürsünüz, təsirsiz qazdır. Üçüncü dövr natriumdan başladı. Argon təsirsiz qazı ilə bitdi. Dördüncü dövr kaliumdan başladı. Kripton təsirsiz qazı ilə bitdi. Və bu şəkildə sıralanır. Dövr sistemindən hələ ki, bu bilgiləri bilsəniz, sizə bəs eləyir. Keçək indi elektronların atomda paylanmasına. Biz dedik ki, atom müsbət yüklü nüvə və onun ətrafında dövr eləyən elektronlardır. Yaxşı, bu elektronların ilə kefi kimin kefi harda istəyir, oradan mı dövr eləyir? Xeyr. Bilirik ki, atomda elektronlar daim hərəkətləri, onlar bir yerdə dayanmırlar. Və bu elektronlar öz hərəkətləri zamanı müxtəlif formalar əmələ gətirir. Və biz bu formaları elektron buludları və yaxud orbitallar deyirik. Aydındır? Bizim 4 növ elektronumuz var. S elektronları, P elektronları, D elektronları və F elektronları. S elektronları hərəkət eləyərkən S orbitalını əmələ gətirirlər. P elektronları hərəkət eləyərkən P orbitalını əmələ gətirirlər. D öz adına uyğun olaraq D orbitalın, F elektronları da F orbitalını əmələ gətirir. Yaxşımı? Uşaqlar, hər bir orbitalın özünün müəyyən bir forması var. İndi gəlin bunlardan danışaq. Uşaqlar, S orbitalı kürə formasındadır. Biz bunu testdə şəkil kimi və kürə kimi görməyəcəyik. Biz bunu xanalarla ifadə edəcəyik. Forma, xana. S orbitalı bir ədəd xana ilə ifadə olunur. Baxın, bir xana. P orbitalının forması sonsuzluq və yaxud biz buna qantilə bənzər forma deyirlər.
və P orbitalı öz-özlüyündə 3 dənə xana ilə ifadə olunur. 1, 2, 3. D və F orbitallarına biz deyirik daha mürəkkəb quruluş. Mürəkkəb quruluş dediyimiz nədir? Yəni burada belə gülə oxşar P orbitallarını belə birləşdir, olsun D və F orbitalları. Əslində bunların şəkilləri yoxdur orta məktəbdə. Amma biz deyirik ki, daha mürəkkəb formadılar. D orbitalı 5 ədəd xanayla ifadə olunur. 1, 2, 3, 4, 5. F orbitalı isə 7 ədəd xanayla ifadə olunur. 1, 2, 3, 4, 5, 6, 7. Bunu əslində yadda saxlamaq rahatdır. S, P, D, F-i düzürsən və tək ədədlərdir. Baxın, 1 xana, 3 xana, 5 xana, 7 xana. Yaxşı, uşaqlar. Uşaqlar, hər xanada 2 elektron yerləşə bilər. Elektron sayı. Qoy bura elektron sayını yazım. Hər xanada 2 elektron yerləşə bilər. Düzdür? Onda bir xanada 2 elektron varsa, 3 xanada neçə elektron olacaq? 6 elektron. 5 xanada neçə elektron olacaq? 10 elektron. 7 xanada neçə elektron olacaq? 14 elektron yerləşəcək. Ümid edirəm ki, bu hissəsi sizə hələ ki aydın oldu. Yaxşımı? Uşaqlar, elektron buludları, yəni bu S, P, D, F-lər nüvənin ətrafında enerjiyə görə bir-birindən fərqlənən müəyyən bir təbəqələr əmələ gətirir. Biz bunlara energetik yarım səviyyələr deyirik. Aydındır? Yəni, hər bir orbital öz enerjisinə uyğun təbəqədə fırlanır. Belə deyək, lor dildə. Biz orta məktəbdə 4 dənə təbəqə deyirik. Bu təbəqələri şəkillə, vizual olaraq yadda saxlasaq, bax, deyərik ki, bu nüvədir. Təbəqələri indi çəkirəm. Bax, bu birinci təbəqə. Bax, bu 1. Bu ikinci təbəqə. Bu üçüncü təbəqə. Bu da dördüncü təbəqə. 3. Bu da 4. Biz bunlara energetik yarım səviyyələr deyirik. Tamam mı? Uşaqlar, hər bir təbəqədə müəyyən elektron növü fırlana bilər. Birinci, ikinci, üçüncü, dördüncü. Yaxşı. Baxın, birinci təbəqədə yalnız S elektronları fırlanır. Bax, bu birinci təbəqədə. İkinci təbəqədə S elektronları da fırlana bilər. P-lərdə. Üçüncü təbəqədə S-də, P-də, D-də ola bilər. 4-də isə S-də, P-də, D-də, eyni zamanda F-də fırlana bilər. Yaxşı, bunu bu şəkildə yadınıza saxlayın. İndi baxın. Baxın bura. Mən deyirəm ki, birinci təbəqədə yalnız S orbitalı bu təbəqədə əmələ gəlir. Düzdür? Yəni S elektronları fırlanır. İndi baxaq. Ona mən soruşsam ki, birinci təbəqədə ən çoxu neçə elektron ola bilər? Biz baxırıq ki, burada yalnız S var və S-ində 2 elektron ola bilər. Deyirik müəllimə 2 elektron. Soruşsam ki, ikinci təbəqədə neçə elektron ola bilər? Baxın, ikinci təbəqədə S-də var, P-də var. S-in 2 elektronu var idi, düzdür? P-nin 6 elektronu var idi. Onda cəmi neçə elektron eləmiş olur bu? 8 elektron. Üçüncü təbəqədə cəmi neçə elektron ola bilər? 2 dənə S var, 6 dənə P var, 10 dənə də D var. Bu neçə eləyir uşaqlar? 18 elektron. 18 elektron. İndi keçək 4-cü təbəqəyə. 2 dənə S, P-nin 6 elektronu ola bilər, D-nin 10 elektronu ola bilər, F-in də 14 elektronu ola bilər. Çünki 7 dənə xanası var idi. 14, o da burada 18 idi, bu da 14, elədi 32 dənə cəmi elektron. Tamam mı? Bu isə aydındırsa, keçək dolma ardıcıllığına. Dolma ardıcılığı nədir? Yəni, energetik səviyyələr və yarım səviyyələr elektronlarla yenə də müəyyən bir enerji sırasına görə dolur. Bu enerji sırasını ya əzbərləyirsiniz, ya da necə yadda saxlayırsınız. Baxın, biz demişik ki, birinci sırada, birinci belə deyək də, yarım səviyyədə ancaq S elektronlar olur. İkinci yarım səviyyədə 2S-də ola bilər, 2P-də ola bilər, düzdür? 3-də 3S-də var, 3P-də ola bilər, 3-də D-də ola bilər. 4-də 4S-də var, 4P-də aldanır, 4 deyil, 3 yazıram, görürsünüz? 4D-də var, 4F-də var. 5-i falan bu şəkildə ardıcılığı eləyə bilərsiniz. Amma orta məktəbdə 4-ə qədər də əksər halda. Baxın, bunlardan belə bir oxlar çəkin. Baxın. Gördünüz? Uşaqlar,
Dolma ardıcıllığını əgər əzbərləyə bilmirsinizsə, yadda saxlamaq üçün nə edirsiniz? Oxun arxa hissəsindən ön hissəsinə doğru gəlirsiniz. Məsələn, birinci hissə rahatdır. Birdə nə var? 1s var. Deməli, dolma ardıcıllığına birinci elektronlar 1s yarım səviyyəsinə dolur. Sonra keçirəm bura 2s yarım səviyyəsinə. Sonra oxun arxasının önünə gəlirəm. 2p yarım səviyyəsi. Yenə oxun önünə gəlirəm. Hansı təbəqə gəlir? 3s yarım səviyyəsinə doldular. Sonra keçirəm yenə o oxun arxasına 3p yarım səviyyəsinə doldular. Sonra baxın 3p'dən sonra çaşıb 3d'ni yazmayın. 3p yarım səviyyəsindən sonra 4s-ə gəlirlər. 3p sonra 4s orbitalı gəlirik sonra yenə arxaya 3d gəlir sonra 3d növbəti baxın oxun üç hissəsinə 4p sonra yenə qayıdıram 4d bu formada davam elətdirirəm. Burada yəni kənara çıxma vaxt burada var. 3p'dən sonra 3d yox, öncə 4s, sonra 3d təbəqəsini yazırsınız. Aydındır? İndi baxın, gəlin bunu tətbiq edək. İstənilən hər hansısa bir element üzərində. Öncə kiçik rəqəm götürək. Məsələn, azot 7. Deyir ki, mənə bu azot 7-ni elektrondan dolma ardıcıllığına görə düz və yaxud buna kitabda görəcəksiniz elektron konfigurasiyasını göstər və yaxud elektron konfigurasiyasını yaz. Yəni bu şəkildə elektronları üzərində düzəndən sonra bu forma elektron konfigurasiyası deyilir. Gəlin indi baxın uşaqlar. Bax birinci hansı təbəqə gəlir? 1s təbəqəsi. Azot üçün yazıram yəni 1s. Tamam. İndi fikirləşin. S-ə neçə elektron yerləşir? Bax yuxarıda yazmışdıq. S-ə 2 elektron yerləşə bilər ancaq. Yazıram üzərinə. 1s2. Sonra hansı təbəqə gəlir? 2s. Yenə s təbəqəsi olduğuna görə buna da 2 elektron yerləşdi. 2s2. Yaxşı. Sonra 2s-dən sonra hansı təbəqə gəlir? 2p. İndi baxın. Fikirləşdiniz ki, p-nin 6 dənə elektronu var da, yazaq da üstünə 6. İndi yazandan sonra sayın görün neçə elektron yerləşdirdiniz. 2, 2, 6. Siz yerləşdirdiniz 10 elektron. Sənin elementinin heç 10 elektronu yoxdur, axı 7 elektronu var. Onda nə edirsən? Hesablayırsan, bu silirsən buranı. Deyirsən ki, 1s2, 2s2. 2, ay aman, niyə sildim bunu? 2, bu da 2. Neçə elektron yerləşdirdim? Bax 2, bu da 2. 4 elektron yerləşdirmişəm. 7-nin 4-ünü yerləşdirmişəmsə neçə qalıb əlimdə? 3 dənəsi qalıb. O 3 dənəni atıram 2p3-ə. Yaxşı? Sonra sizə nə istənəcək buradan? Deyiləcək ki, bunu orbitalları xanalar şəklində, elektronları xanalarda göstər. Nə edirik? S-in neçə xanası var idi? Yuxarıda demişdik, birli xanası. Bir xanada neçə elektron ola bilər? 2 elektron. İndi yadınızda saxlayın. Bu elektronlar xanalarda əks istiqamətdə yerləşir. Əks spindən yerləşdirir. Yəni biri üzü yuxarıdırsa, biri üzü aşağı olmalıdır. Biz deyirik Pauli prinsipi. Tamam. Baxın 1s2, bir çəkirəm üzü yuxarı, digərini gətirirəm üzü aşağı. Bax. Keçirəm 2s2-yə. Yenə bir xanası var da S-in 2 elektronu var. Biri yuxarı, digəri aşağı. İndi keçirəm 2p3-ə. P-in neçə xanası var da uşaqlar? 3 xanası. Baxaq. 2p3. Uşaqlar indi nə ilə diqqətli olun. Əgər siz belə yazsaz p3-ü 1, 2, 3. Bu yanlışdır. Yanlış yazılışdır. Doğrusu nədir bəs? Hund qaydasına əsasən. Hund deyir ki, elektronları yarım səviyyələrdə əvvəlcə tək-tək yerləşdir. Sonra isə onları başla cütləşdirməyə. 2p3 deyil, 1, 2, 3. Bax, bu formada yazmalısınız. Və 2p4 olsa, o dördüncünü gətirib bura atmalısan. Yəni, yan-yana yazmaq olmaz. Öncə xanaları tək elektronlarla doldurmalısan. Aydındır. Keçək bir başqasını yazmağa, başqa bir element. Məsələn, xlor elementini yazaq. 17-ci element olsun. Gəl xloru sırayla düzək. Başlayaq. 1s. S-in neçə elektronu var idi? 2. Keçirəm. 2s. S-in yenə 2 elektronu var, yazdım 2s. Bax, sıranı əzbərləyəndən sonra yaza biləcəksiniz də. 2s-dən sonra nə gəlir? 2p gəlir. Yazıram 2p. P-nin neçə elektron olur da aşağılar? 6 dənə. Sayın indi neçə elektron yazmışsınız? 10 dənəsini yazmışsınız hələ ki. İndi baxaq, 2P-dən sonra nə gəlir? 3-cü təbəqə. 3S. 3S-ə neçə elektron yaza bilərəm? 2 dənə elektron yaza bilərəm.
12 elektronu paylamışam hal-hazırda. Neçəsi qalıb? 5 dənəsi. 3s-dən sonra hansı təbəq gəlir? 3p. Deməli o 5 elektronu da atıram 3p-nin üzərinə. Yaxşı? Bu belə. İndi bir digərini yazaq, rəqəmi biraz böyüdə gedək. Məsələn, yazaq vanadium 23-ü. Yenə bu ardıcılıqla gedirəm. 1s2, 2s2, 2p6. 10 dənəsini yazdım. Keçirəm 3-cü təbəqəyə. 3-cü təbəqədə 3s2, 3p6. İndi uşaqlar, 3p6-dan sonra hansı təbəqə gəlir? 4s təbəqəsi gəlir. Çaşıb 3d yazmayın. 4s. S-in neçə elektronu olur? 2 dənə elektronu. Sayın görün neçə dənə yazdınız cəmi? 10 dənə burada yazmışdınız. 2, 2, o da 6. 10 dənə də burada. 20 elektronu yazmısan. Neçəsi qalıb əlində? 3 dənəsi. İndi 4S-dən sonra bax gör nə gəlir? 3D gəlir. Deməli o əlində qalan 3 elektronu da 3D yarım səviyyəsinə yazacaqsan. Olacaq 3D3. Yaxşı. İndi bir istisna hal deyək. 24 və 29-cu elementlərdə. Xrom 24-cü elementdir, mis də 29-cu elementdir. Bunlarda bir kənara çıxma var. Bu da nədir? 4s yarım səviyyəsində siz bunları yazanda 2 yox, 1 yazacaqsınız. 4s 1 yazacaqsınız. Aydındır? Məsələn, 24-ü ayıraq. 24-ü ayırmaq üçün başlayıram. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Yaxşı. Neçə dənəsini yazmısınız? 18-in yazmısınız. 4s təbəqəsinə 2 yox, 1 yazacaqsınız. Yalnız 24 ilə 29-da aiddir bu. 4s1 19 dənəsi oldu. 24-dən 19 çıxdı, 5 dənəsi qalıb əlimdə. O 5-i də atıram 3d 5 olaraq. Yaxşı. Ümid edirəm ki, burası da aydın oldu. Tamam mı? İndi aşağılar. Burada sizdən nə soruşacaq? Bax, məsələn, elektron konfigurasiyasını yazıb. Deyir ki, 1s2, 2s2, 2p3 və yaxud 2p3 deməkdir. Biraz bunu silin. 2p4 deyək qoy. 2p4. Deyəcək ki, bunun tək elektronlarının sayını tap. Yaxşı. Baxın, nə edirsiniz? Ya buna ayırırsınız belə, ya da birazdan deyəcəm. Bax, S-in 2 elektronu var, yazıram belə. Yəni 2S-dir, 2 elektron var, belə yazdım. 2P-dir. P-nin neçə xanası var? 3 xanası var. 4 dənə elektronu bura yerləşdirirəm. 1, 2, 3, bu da 4-cü. İndi deyir ki, mənə tək elektronların sayını tap. Baxın, 1, 2, 2 dənə tək elektron var. Qalan elektronların hamısı cütdür. İndi bunları yazmaq istəmirsinizsə, məntiqlə fikirləşirsiniz. S-də ən çox neçə xana olar? Neçə elektron yerləşə bilər? 2. O da yerləşib də. Deməli, bu artıq tam dolub. Bunu yazmağa ehtiyac yoxdur. Burada təklik ola bilməz. Yenə S təbəqəsidir. Bu da tam dolub. Burada da təklik ola bilməz. Deməli, təklik 2p4-də ola bilər. Onu da yazıb 2 dənə tək elektronu tapacaqsınız. Hə, işdir. Belə olaydı. Buralarda elektron olmasaydı, bax, bu formada. Bu olardı 2p1, 2p1. Buralarda elektron olmazdı. Onda bunlara, burada 2 dənə görürsünüz, boş. Bunlara deyəcəkdilər 2 dənə boş orbitalı var bu elementin və yaxud 2 dənə boş xanası var. Yaxşı uşaqlar. İndi keçək nəyə? Valent elektronlarından danışmağa. Yaxşı. Bir də P elementi, S elementi, D elementi bunlar nədir? Bunlardan danışaq. Uşaqlar, elektron konfigurasiyasının axırı dəqiqə. Elementlər var ki, onların elektron konfigurasiyasının axırı belə bitir. Məsələn, 1s2, 2s2, 2p6, 3s1. Məsələn, görsən, nə ilə bitdi konfigurasiyanın sonu? S-lə. Deməli, sən deyirsən ki, bu element S elementidir. Bu indi hansı elementdirsə, hansı elementdir? 2, 2, 4, bu da 6, 10, bu da 1, 11-ci elementdir. Hə, bu deməli natriumdur. Bu arada yavaş-yavaş çalışın elementlərin sıra nömrəsini öyrənin. Məsələn, bir gün 2 10 dənəsini öyrənin. O biri dərsə, o birisi 10 dənəsini öyrənin. Yəni, hamısını öyrənməyə ehtiyac yoxdur. 20 dənəsini öyrənsəz təxminən bəs eləyir. Yaxşı, elə konfigurasiya olacaq ki, 1s2, 2s2, 2p3 ilə bitəcək. Bax, p ilə bitirdən sonra deməli deyirsən ki, bu p elementidir. Yaxşı, və yaxud da ki, sonu belə bitəcək. Məsələn,
nöqtə əvvəl yazmayacaqlar da. Yazacaq 4s1 3d5. Bax nə ilə bitdi? Sonra d ilə bitdi. Deyəcəksən ki, bu d elementidir. D elementi. Yaxşı? Tamam. Və nədən deyim? Əgər elektron konfigurasiyasının sonu S və ya P, belə deyək də, əgər element S və ya P elementidirsə, biz nə deyəcək ki, bu element əsas yarım qrup elementidir. Yəni A-dır. Yox, əgər konfigurasiyanın sonu D ilə F ilə bitirsə, yəni bu element D və ya F elementidirsə, deyəcək ki, bu əlavə yarım qrup elementidir. Yəni B-dir. Yaxşı? Aha. İndi keçək nəyə? Valent elektronlarına. Valent elektronlar necə tapılır? Valent elektronları. Valent elektronlar. Uşaqlar, S və P elementlərinin xarici təbəqələrində olan elektronlara biz valent elektronları deyirik. Yaxşı? Yəni bunu indi hələ ki əsas yarım qruplar üçün öyrəndikdə S və P elementlərində. Məsələn, 1s2, 2s2, 2p1. Burada xaric haradır uşaqlar? Bax, burada 2 dənə təbəqə var. Birinci təbəqə, bir də ikinci təbəqə. Xarici təbəqə hansı təbəqədir? İkinci təbəqə. Bu ikinci təbəqədə neçə elektron var? 2 burada, 1 burada. Cəmi 3 elektron var. Düzdür? Deməli, biz deyirik ki, bu elementin valent elektronunun sayı 3-dür. Valent elektronunu biz necə başa düşünün? Alış-veriş eləyə biləcəyi elektron sayı. Çünki, bax, bu birinci təbəqə, bu ikinci təbəqə. Bu nüvə, burada da nüvə var. Nüvə birinci təbəqəni daha yaxşı çəkir axı özünə. İkinci təbəqəni daha zəif çəkir. İndi sizcə bu alış-veriş eləməsə, elektron alsa və ya versə, bu ikinci təbəqədən verə bilər, yoxsa birincidən hansından rahat verir? Təbii ki, 2-dən. Ona görə biz xaricdəki elektronlara valent elektron deyirik. Yəni alış-veriş oluna bilən elektron sayı. Və yaxud belə nöqtə 3s2 3p4 məsələn. Yaxşı. Deyirəm onda ki, bunun valent elektronların sayı, bunun əvvəli birinci təbəqə var, ikinci təbəqə var da, bu sonuncu təbəqədir, üçüncü təbəqə. Deyirəm 2, 4, valent elektronlarının sayı 6-dır. Yaxşı, uşaqlar. İndi gəlin bir neçə dənə test nümunəsi üstündə dərsi möhkəmləndirək. Məsələn, güvəndə 2025-ci ildə səhifə 21-də belə bir sual var. Deyir ki, XO4 3 mənfi iyonunda, deməli bu neçənci sualda? 16-cı sualdır. Səhifə 21-də 16-cı sual. XO3 mənfi iyonunda 50 dənə elektron var. Tamam. Deyir ki, X atomunun elektron sayını tap. Burada da yazıbdı, oksigen haqqında bilgi verib ki, bəs oksigen 8-ci elementdir, yəni 8 protonun 8 elektronu var. Şuraları nə edirsiniz? Bu iyonda, bunda deyil, ümumi 50 elektron var. Gəlin, baxa görə biz bu iyon haqqında nə bilirik? Bu iyon ölmüşün içində bir X var. Bilmirəm də X-in neçə elektronu var, zaten istəyir məndən. Buraya yazıram X dənə. Üstəcə, mən görürəm ki, burada O4 var. Oksigenin bir ədədinin 8 dənə elektronu var. Məndə oksigen neçə dənədir? 4 dənə. Deməli, 4 dənə bu 8-dən var. Yəni, neçə dənə elektron var? 32 elektron var. Plus burada mən bir 3 mənfi görürəm. 3 mənfi nədir? Yəni bunun mənfiləri, mənfi deyəndə nəzərdə tutulur elektron. Elektronları 3 dənə çoxdur. Ona görə yazıram üstəgəl 3 elektron. Və bunun deyil, cəmi 50-yə bərabərdir. Onda X üstəgəllisin 35 bərabər eləyir 50-yə. Düzdür? X-i tapanda 50-dən də 35-i çıxanda qalır 5, 4-dən də 1 çıxanda elə də 15. Cavabımız oldu bu sualda C variantı. Yaxşı, uşaqlar. Sonra, deyir ki, belə bir sual var. Burada 21-ci sualda elə həmin səhifədə. Deyir, X16N və kalsiyum 22 müsbət. Deyir ki, bunların elektron sayı bərabərdir. Deyir, N-i müəyyən elə. N bərabərdir sual. Yaxşı. Və gəlin nəyə? Bax, bu mənə məchul var da, burada N var. Buradan heç nə eləyə bilmirəm. Keçirəm bu birisine baxıram.
Nəyin sayı bərabərdir? Elektron sayı bərabərdir. Gəlin onda bunda tapaq görək neçə elektron var. 22 müsbət. 2 müsbət nə idi? Yəni müsbəti 2 dənə çoxdur. Yəni protonu 2 dənə çoxdur. Yəni 20-dir də bunun proton sayı. Bu neçədən 2 dənə çoxdur? 18-dən. Deməli bu elementin 18 elektronu var. Və yaxud sadə desək, elektron sayı tapmaq üçün bura müsbətdirsə, protondan çıxırsan, mənfidirsə protondan toplayırsan. Yaxşı. Deməli bunun 18 elektronu var. Bərabərdir deyir. Deməli bunun da 18 elektronu var. İndi baxın, 16 protonu var, 16 protonu var, 18 dənə də elektronu var. Kim çoxdur? Elektron. Elektron necə yüklüdür? Mənfi. Deməli burada N-in qiyməti mənfidir. Neçə dənə çoxdur bu elektron? 2 dənə. Deməli N-in qiyməti 2 mənfi. Yəni B variantı olacaq. Bax, belə bir sual var. Səhifə, deməli, Güvən 2025-də 23-cü səhifədə 45 nömrəli sualdır. Suala deyir ki, bunlar iyonlardır. Bax, A, B, C. Bunlar iyonlardır. Deyir, bunların elektron sayıları bərabərdir. Özü də N-dir. N. Deyir ki, A, B, C-nin atmosferası ilə düz. Elektron sayıları bərabərdir A, B. A, B, C nədir? Bunların proton sayılarıdır. Tamam. İndi baxın. Bu da N-dir. Başqa rənglə yazın. Bura N-dir. Bunun da elektron sayı N'dir. Bunun da elektron sayı N'dir. Uşaqlar, iyonun yükünə baxın. 2 müsbət. Bu nə deməkdir? Yəni, müsbətlərin, yəni protonların sayı bu N'dən elektron sayı 2 dənə çoxdur. Yaxşı. Deməli, bunun proton sayı 2 dənə çoxdursa, A üstəgəl 2 imiş. 2 mənfi nə deməkdir? Yəni, elektronlar 2 dənə çoxdur. N 2 dənə çoxdur. Deməli, onda bunun proton sayı B çıxılsın 2 imiş. İndi buna baxın. 3 müsbət nə deməkdir? Protonlar 3 ədəd çoxdur. Yaxşı, elektrondan. Elektron da N deyil. Bu N üstəgəl 3 imiş. Üzr, bunlarda mən niyə A yazmışam ki? Burada da N yazmaqdan B yazmışam. Belə. İndi deyir ki, ABC-nin atmosferası ilə düz. Bax, birincidə A N üstəgəl 2-yə bərabərdir. B ikincidə N çıx 2-yə bərabərdir. C N üstəgəl 3-ə bərabərdir. ABC-nin atmosferası ilə düz deyirsə, ən kiçik hansıdır? N çıxılsın 2-dir. Yəni B kiçikdir. Sonra kim gəlir? N üstəgəl 2, yəni A-dan. Ən böyüksə N üstəgəl 3-dür. Yəni C-dir. Yaxşı, B atmosferası ilə düz deyirsə B, A, C yazırıq. Cavabımız da olur D variantı.